Salam dostlar, bugün sizə TikTokda necə öz paylaşımlarınızı keşfətə çıxarda bilərsiniz, ondan danışacağım. Bir çox paylaşımım gördüyünüz kimi keşfətə çıxıb, həm də bunu siz şifrə vermədən və təhlükəsiz şəkildə edə bilərsiniz. Amma bu ayarı ilk öncə etməlisiniz ki, siz də bu keşfət hiləsindən istifadə edə biləsiniz. Biz ayarlar bölməsinə daxil oluruq, hesabımızın buradan ayarlar və gizliyə daxil oluruq və burada özəl hesab yazılan yer var. Görürsünüz, bu şəkildə hesabımızı hər kəsə açıq etməliyik. Sonra biz hesabımıza daxil oluruq və burada hər hansı bir videomuza daxil oluruq və gördüyünüz kimi burada bəyənmə sayını, sizə izlənmə sayını və qayd etmə, yorum sayını göstərirəm. Hamısı gerçək izlənmələrdir. Siz də sadə şəkildə bu hilədən istifadə edə bilərsiniz. Buradan paylaşım linkimizi kopyalayırıq. Bu arada bu videomu bəyənən, kanalıma abunə olan və istifadəçi adını şərh qisminə yazan hər kəsə 1000 TikTok takipçisi və 500 TikTok bəyənməsi hədiyyə edəcəm. Siz də bu şəkildə TikTokun keşfət bölməsinə çıxarda bilərsiniz paylaşımlarınızı. Bunun üçün nə edirik biz? Google'a daxil oluruq, axtarma yerinə bu saytı yazırıq. Takipçi.com. Bu sayta keçid edirik. Keçid etdikdən sonra ən aşağı gələcəyik. Burada bütün hilələr var, ora daxil olacağıq və bizə lazım olan TikTok hilələrdir. Buradan TikTok keşfət hiləsini seçirik və bura öz paylaşım linkimizi qeyd edirik. Azərbaycanlı və ya xarici serveri seçib göndər düyməsinə basdıqdan sonra 24 saat ərzində keşfət paketi hesabımıza yüklənir.